Deməli yoldaşlar, Konstitusiyaya qaldığımız yerdən davam eləyək. Maddə 24 İnsan vətəndaş hüquqlarının, azadlıqlarının əsas prinsipi insan ləyaqəti qorunur və ona hörmət edilir. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları, azadlıqları vardır. Bunu qısaca olaraq TAP şəklində yadınızda saxlaya bilərsiniz. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə eləyir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Yəni sənin hər hansı bir hüququn var deyə o hüquqdan başqa pis niyyətli məqsədlər üçün istifadə etməyə hüququn yoxdur. Maddə 25 bərabərlik hüququ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Deməli, dövlət hər hansı meyarından asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə, yəni hər hansı meyara görə məhdudlaşdırmaq qadağandır. Sağlamlıq imkanları məhdud olanlar, onların məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən hüquq və vəzifələrdən başqa bu Konstitusiyada təsbit olunmuş bütün hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar. Maddə 26. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsi hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə, yəni qanunla müəyyən olunmuş üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ var. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 27. Yaşayış hüququ. Deməli, hər kəsin yaşamaq hüququ var. Dövlətə silahlı basqın zamanı, düşmən əsgərlərinin öldürülməsi zamanı, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən ölüm cəzasının tətbiqi zamanı, qanunla nəzərdə tutulmuş digər hallar istisna olmaqla hər bir şəxsin yaşamaq hüququ toxunulmazdır. Müstəsna cəza tədbiri kimi ölüm cəzası tam ləğv edilənədək yalnız dövlətə, insan həyatına və sağlamlığına qarşı, xüsusilə də ağır cinayətlərə görə qanunla müəyyən edilə bilər. Qanunla nəzərdə tutulmuş qaydada zəruri müdafiə, yəni məcburi şəkildə müdafiə olunma, son zərurət, cinayətkarın yaxalanması zamanı, dövlətə qarşı qiyamın yatırılması və dövlət çevrilişinin qarşısının alınması zamanı, ölkəyə silahlı basqın edilməsi halları istisna olmaqla insana qarşı silah işlədilməsinə yol verilmir. Amma bu hallarda insana qarşı silah işlədilə bilər. Deməli, maddə 28. Maddə 28. Azadlıq hüququ. Hər kəsin azadlıq hüququ var. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbs alma və ya azadlıqdan məhrum etmə yolu ilə məhdudlaşdırıla bilər. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər, Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikası vətəndaşlarının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ var, amma əcnəbi şəxslərin yox, vətəndaşlığı olmayan şəxslərin yox. Maddə 29. Mülkiyyət hüququ. Hər kəsin mülkiyyət hüququ var. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Yəni, heç bir növü üstün görülmür. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına, yəni özü və yaxud başqaları ilə birlikdə birləşərək əmlaka sahib olmaq, ondan istifadə eləmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyətin qərarı daha doğrusu məhkəmənin qərarı olarsa mülkiyyətindən məhrum edilə bilərsən. Əmlakın tam müsadirəsinə yol verilmir. Yalnız dövlət ehtiyacları üçün mülkiyyətin özgənçiləşdirilməsinə yalnız qabaqcadan dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə etmək məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ
qanunla yalnız məhdudlaşdırıla bilər. Dövlət vərəsəlik hüququna təminat verir. Yəni hər hansı bir vəfat etmiş şəxsin adına olan daşınmaz əmlak və yaxud daşınar əmlak onun övladlarına verilə bilər və yaxud onlar arasında bölüşdürülə bilər. Bu vərəsəlik hüququdur. Və dövlət də bu hüquqa, yəni vərəsəlik hüququna təminat verir. Maddə 30. Əqli mülkiyyət hüququ, deməli, hər kəsin əqli mülkiyyət hüququ var. Müəlliflik hüququ, ixtiraçılıq hüququ və əqli mülkiyyət hüququnun başqa növləri qanunla qorunur. Deməli, maddə 31. Təhlükəsiz yaşamaq hüququ. Hər kəsin təhlükəsiz yaşamaq hüququ var. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla şəxsin həyatına, fiziki mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır. Yadınızda saxlayın yoldaşlar. Mənzilə qəsd söz ifadəsini görsək, təhlükəsiz yaşamaq hüququ maddəsinə aiddir. Mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz ifadəsini görsək, bu mənzil toxunulmazlığı hüququna aiddir. Deməli, əgər desə ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz, bu artıq mənzil hüququna aiddir. Bu cür şəkildə yadda saxlaya bilərsiniz yoldaşlar. Maddə 32. Şəxsi toxunulmazlıq hüququ. Hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ var. Qanunla nəzərdə tutulan hallardan başqa şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Yəni, qanunla nəzərdə tutulan hallarda ailə həyatına, şəxsi həyatına müdaxilə etmək olar. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ var. Öz razılığı olmadan, icazəsi olmadan kimsənin isə şəxsi həyatı barədə məlumatın toplanmasına, saxlanmasına, istifadəsinə və paylanmasına yol verilmir. Qanunla müəyyən olmuş hallar istisna olmaqla heç kəs onun xəbəri olmadan və ya etirazlarına baxmadan izlənilə bilməz. Hər hansı bir video, foto çəkilişə, səs yazısına və digər qeyri-etik olan hərəkətlərə məruz qoyula bilməz. Deməli, hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir. Bu hüquq qanunla nəzərdə tutulmuş qaydada cinayətkarın qarşısını almaqdan və yaxud cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxartmaqdan ötürü məhdudlaşdırıla bilər. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla hər kəs onun haqqında toplanmış məlumatlarla tanış ola bilər. Hər kəsin onun barəsində toplanmış və həqiqətə uyğun olmayan, tam olmayan, habelə qanunun tələbləri pozulmaqla əldə olunmuş məlumatların düzəldilməsini və ya çıxarılmasını tələb eləmək hüququ var. Deməli, qanunla müəyyən olmuş hallar istisna olmaqla üçüncü şəxslər haqqında məlumat almaq məqsədi ilə elektron formada və ya kağız üzərində aparılan informasiya ehtiyatlarına daxil olmaq qadağandır. Məlumatın aid olduğu şəxsin razılığını aşkar ifadə etdiyi hallar, qanunun yol verdiyi digər hallar istisna olmaqla informasiya texnologiyalarından şəxsi həyata, o cümlədən də əqidəyə, dini və etnik mənsubiyyətə dair məlumatların açıqlanması üçün istifadə oluna bilməz. Fərdi məlumatların dairəsi, onların emalı, toplanması, ötürülməsi, istifadəsi və mühafizəsi şərtləri yalnız qanunla müəyyən edilir. Mənzil toxunulmazlığı hüququ. Hər kəsin mənzil toxunulmazlığı hüququ var. Qanunla müəyyən olmuş hallar və yaxud məhkəmə qərarı istisna olmaqla mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Maddə 34. Nikah hüququ. Hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ var. Nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə bilməz. Nikah və ailə dövlətin himayəsindədir. Analıq, tutalıq, uşaqlıq qanunla müəyyən olunur. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir, yəni maddi yardım göstərir. Ərlə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququdur, həm də borcudur. Valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur.
Həmçinin 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərin saxlamağa borcludur. Testdə deyə bilər ki, əmək qabiliyyəti olan valideynlərini saxlamağa borcludur. Belə olduğu təqdirdə test səhvdir. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyətini itirmiş, əmək qabiliyyəti olmayan valideynləri saxlamağa borcludur. Deməli, yoldaşlar, diqqətli olun. Maddə 35-də əmək hüququnda əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında yalnız sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ var. Heç kəs zorla işlədilə bilməz və yaxud əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Deməli, və buna görə də hər hansı bir tənqidə məruz qala bilməz. Məhkəmə qərarı əsasında şərtləri və müddətləri qanunla nəzərdə tutulan məcburi əməyə cəlb etmək hallarına yol verilir. Həmçinin hərbi xidmət zamanı səlahiyyətli şəxslərin, rütbəli şəxslərin əmrlərinin yerinə yetirilməsi ilə əlaqədar işlətməyə yol verilir. Fövqəladə vəziyyət və hərbi vəziyyət zamanı vətəndaşlara tələb olunan işləri gördürmək hallarına yol verilir. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə yaşamaq, daha doğrusu işləmək və heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından, yəni 400 manat əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ var. İşsizlərin dövlətdən sosial müavinət almaq hüququ vardır. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlardan istifadə edir. Tətil hüququ hər kəsin tək başına, özü və yaxud başqaları ilə birlikdə birləşərək tətil etmək hüququ var. Tətil ümumiyyətlə işə götürəndən hər hansı bir müəssisədən və ya hökumətdən hər hansı tələblərin yerinə yetirilməsini tələb etmək üçün təşkilatda və ya müəssisədə kollektiv şəkildə işin dayandırılmasına deyilir. Hərbi qulluqçular ümumiyyətlə əmək müqaviləsi əsasında işləyənlərin tətil etmək hüququ yalnız qanunla nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət edən hərbi qulluqçular və mülki şəxslər tətil edə bilməzlər. Fərdi və kollektiv əmək mübahisələri qanunla müəyyənləşdirilmiş qaydada həll edilir. Deməli, qanunla müəyyən olmuş hallar istisna olmaqla lokaut qadağandır. Lokaut nədir? Lokaut deməli, yoldaşlar, işçilər tərəfindən keçirilən qanunsuz və əsassız tətillərin qarşısını almaq məqsədi ilə mülkiyyətçi tərəfindən müəssisənin fəaliyyətinin müvəqqəti dayandırılması barədə elandır. Lokaut qanunla müəyyən olmuş hallar istisna olmaqla qadağandır. Amma qanunla müəyyən olmuş hallarda lokaut mümkündür. Maddə 37 istirahət hüququ. Hər kəsin istirahət hüququ var. Əmək müqaviləsi ilə işləyən şəxslərə qanunla müəyyən olmuş, lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri, ildə azı 21 dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir. Maddə 38-də sosial təminat hüququ, hər kəsin sosial təminat hüququ var. Yardıma möhtac olan şəxslərə kömək eləmək ilk növbədə onların ailə üzvlərinin borcudur. Testdə verə bilər ki, qohumlarının borcudur. Xeyr, ailə üzvlərinin borcudur olmalıdır. Hər kəs qanunla müəyyən olmuş yaş həddinə çatdıqda, xəstəliyə görə, əlilliyə görə, ailə başçısını itirdiyinə görə, əmək qabiliyyətini itirdiyinə görə, işsizliyinə görə və qanunla müəyyən olmuş, qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən olunur. Dövlət xeyriyyəçilik fəaliyyətinin, könüllü sosial sığortanın və sosial təminatın başqa növlərinin inkişafı üçün imkanlar yaradır. Maddə 39-da sağlam ətraf mühitdə yaşamaq hüququ, deməli, hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ var. Hər kəsin ətraf mühitin əsl vəziyyəti, yəni cari vəziyyəti haqqında məlumat toplamaq və ekoloji hüquq pozma ilə əlaqədar onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini maddi şəkildə almaq hüququ vardır. Deməli, heç kəs ətraf mühitə və yaxud təbii ehtiyatlara qanunla müəyyən olmuş hədlərdən artıq təhlükə törədə bilməz və yaxud zərər vura bilməz. Dövlət ekoloji tarazlığın qorunub saxlanmasına, yabanı bitkilərin, vəhşi heyvanların qanunla müəyyən olunmuş növlərinin qorunmasına təminat verir. Desək, məsəl üçün, vəhşi heyvanların növlərinin qorunmasına təminat verir dövlət. Bu cavab səhv olar. Vəhşi heyvanların yalnız qanunla müəyyən olmuş növlərinin qorunmasına
dövlət təminat verir. Maddə 40. Deməli, mədəniyyət hüququ hər kəsin mədəni həyatda iştirak etmək, mədəniyyət təsisatlarından və mədəni sərvətlərdən istifadə etmək hüququ var. Hər kəs tarixi, mədəni və mənəvi irsə hörmətlə yanaşmalıdır, ona qayğı göstərməlidir, həmçinin də tarix və mədəniyyət abidələrini qorumalıdır. Yəni bu hər kəsin öhdəliyi və borcu hesab olunur. Bura qədər yoldaşlar, növbəti dərslərdə görüşənədək sağ olun, hələlik salamat qalın.